Salam, əziz və dəyərli, çox hörmətli izləyicilərimiz. Hər birinizi salamlayıram. Burada əyləşən dostlarımızı salamlayıram. İndi bir qismi üzürlü səbəblərdən iştirak etməsə belə, ekran qarşısında bizi izləyən izləyicilərimizi salamlayıram. Onlara təşəkkürümü bildirirəm. Fikir bildirən dostlarımızı, izləyən dostlarımızı, hər birini səmimi qəlbdən təkrardan salamlayıram və təşəkkür və minnətdarlığımı bildirirəm, dəyərli dostlar. Bugün yenidən bildiyiniz kimi fəlsəfə tarixi dərslərindəyik. Fəlsəfə tarixi dərslərində artıq 14-cü çıxışdayıq bugün. Və 14-cü çıxışımızın açılışını mən, bildiyiniz kimi bizim bir silsilə mövzumuz var idi. Ağıl və yaşayış. Bugün biz onun 8-ci bölümündəyik, artıq səhv etmirəmsə, bəli, 8-ci bölümündəyik, 8-ci çıxışımızdayıq. Vaxt itirmədən inşallah ki, əlavə sualınız yoxdursa, keçid edək dərsimizə inşallah, dəyərli dostlar. Deməli, ağıl və yaşayış 8-ci çıxış. Ağıl və yaşayışın 8-ci çıxışını, dəyərli dostlar, biz eşq mövzusu ətrafında danışmaq istəyirəm. İndi biraz sual yarana bilər ki, eşq, nə mənada eşq? Yəni, tam olaraq burada müasir dövr eşqindən mi söhbət gedir, yoxsa ilahi eşqdən mi söhbət gedir? Bunların hər ikisindən biz danışacaq, dəyərli dostlar. Başlığımız yalançı eşq və həqiqi eşq. Ümumiyyətlə, insan haqqında danışarkən onun ən mürəkkəb və ən dərin xüsusiyyətlərindən olan eşq mövzusunda danışmamaq mümkün deyil. Yəni insan ruhunun mühüm, təbii ehtiyaclarından biri də eşqdir, sevilməkdir. Yəni, insan ruhunun buna ehtiyacı var, belə deyək. Çünki insan yalnız düşünən və qərar verən bir varlıq deyil, həm də arzulayan, sevən, bağlanan və özünə kənardan bir məna axtaran bir varlıqdır. Yəni, bu eşq insanı bir nəvi mənalandıran və ruhunun mühüm qidalarından biri kimi hesab olunur. Çünki insan həyatının böyük bir hissəsi əslində nəyə bağlandığı, nəyi sevdiyi və sevgisinin qarşılığında nə gözlədiyi ilə müəyyən olunur. Yəni, bu sevginin də bir mənalanmağa ehtiyacı var, belə deyək, bu eşqin. Lakin biz bunun dərinliyinə vardıqda, burada mühüm bir sual ortaya çıxır. Bu sual nədir? Bu sualı verək. İnsanın eşq adlandırdığı hər şey həqiqətən eşqdirmi? Yoxsa insan özü onu öz xəyalında elə canlandırıb, elə sevdiyi üçünmü bu belədir, dəyərli insanlar? Ümumiyyətlə, bu mövzunu mən belə açmaq istəyirəm ki, insan, belə deyək ki, hər zaman xəyalında canlandırdığı eşqlə, real həyatda canlandırdığı eşq hər zaman üst-üstə düşmür. Və bu da insanda böyük bir məyusluğa səbəb olur ki, bunun özü də əslində həqiqi eşq demək deyil, dəyərli izləyicilər. Bəlkə də insanın ən böyük yanılmalarından biri budur ki, o sevdiyini düşündüyü halda əslində yalnız öz istədiyinə və öz mənfəətinə uyğun olan xüsusiyyətə bağlanmış olur. Yəni, o insanın əsl şəxsiyyətinə görə yox, orada özünə yaxın, öz mənfəətinə uyğun olan bir xüsusiyyətə eşqlə bağlanmış olur və bu onun digər xüsusiyyətlərini də birləşdirəndə görür ki, bu onun öz xəyalında canlandırdığı eşqə bərabər deyil. Burada artıq bir təzad, burada artıq bir zidlik, uyğunsuzluq yaranır, dəyərli dostlar. Məhz buna görə də eşqin yalnız mövcud olub olmamasından deyil, eşqin mahiyyətindən danışmaq lazımdır, dəyərli dostlar. Çünki hər bağlanmaq eşq deyil, hər həsrət eşq deyil, hər qısqanclıq eşq deyil, hər fədakarlıq eşq deyil. Biz bunu uzada bilərik, daha da uzada bilərik. Bəzən çünki insan öz nəfsinin istəklərini o qədər müqəddəsləşdirir ki, ona toxunan hər şeyi sevgi adı altında müdafiə etməyə başlayır.
Halbuki həqiqi eşq insanın nəfsini böyütməməli, onun daxilindəki mənəvi insanı böyütməlidir. Baxır, nə yola qulluq eləyir o? Belə açaq da biz bunu. İndi yalançı eşq haqqında danışaq. Ümumi bu müqəddimədir, mövzunun müqəddiməsini dedik. İndi keçək yalançı eşq nədir, yalançı sevgi nədir? Yalançı sevgi nədir, dəyərli dostlar? Mən bir kitab oxumuşdum, o kitabdan bir sitat gətirmək istəyirəm. Leyli və Məcnun haqqında bir qısa bir hekayəcikdir. Bilirsiniz ki, Leyli və Məcnun haqqında özünüz bilirsiniz də kim olub onlar, necə? Yəni hər bir kəs məlumatlıdır. Bir günləri Məcnun deyir, həmişə deyir, Leyliyə deyir, şeirlər yazır, həmişə də qəzəllər yazır, onun eşqindən ölür, nə bilim, yanır, tökülür, belə, elə sevgi şeirlər yazır, həsrət nəğmələri şeyləyir, yazır və s. Günlərin bir günü səhrada oturur və Leyli ondan görüşmək üçün gəlir. Leyli ondan görüşmək üçün gələndə ona baxır və düşünür ki, bu indi məni gördü, məni bu qədər sevir eləyir, durub indi məni qucaqlayacaq, belə üzr istəyirəm, əstağfurullah, səhv başa düşməyin. O mənada danışmırıq da, özünüz bilirsiniz də, yəni saf şeydən danışırıq. Deyir ki, indi mənlə belə həsrət gedərəcək, belə eləyəcək, yox. Qayıdır buna, Məcnun deyir ki, mən səni sevmirəm, mən sənin eşqini sevirəm. Sənə yaranan o eşqi mən sevirəm, dəyərli dostlar. İndi buradakı məsələsində çox incə bir məsələdir. Çünki insan bəzən qarşısındakı şəxsdə müəyyən bir kamillik görür və həmin kamilliyə aşiq olduğunu düşünür. Bir dənə xüsusiyyət görür, o xüsusiyyəti o qədər şişirdir ki, bəlkə də onun səhv şeyləri, səhv xüsusiyyətləri bundan qat-qat çoxdur, amma bunu o qədər böyüdür ki, bunun üstünü də artıq o səhv xüsusiyyətlərin üstündə örtbasdır edir, artıq onun o biri cəhətini, o biri üzünü görməməyə başlayır. Müasir dönəmin o boşanmaların çoxalmasında da, boşanmaların çoxalmasında olan o mühüm amillərdən biri olaraq da biz bunu qeyd edə bilərik. Məsələn, insan bir şəxsin gözəlliyini sevə bilər. Amma başqa biri onun sırf var dövlətini, bir digəri onun şöhrətini, bir digəri onun zəkasını, bir digəri isə ona qarşı göstərdiyi diqqəti sevə bilər. Yəni, sevgi anlayışı hər bir insanda fərqlidir, dəyərli dostlar, onu demək istəyirəm. İndi bildiyim qədərilə danışırıq da, onu da deyim. Məsəl üçün, mən qarşımdakı adamı deyirəm, bu nə gözəl insandır, adamla xoş rəftar edir. Mən bunu buna görə, məsəl üçün, sevirəm, istəyirəm. Başqası da deyər ki, yox, qəşəng bir dənə bunun misal üçün maşın sürməyə var, ləzzət eləyir adam oturanda. Mən buna görə bunu çox istəyirəm, qəşəng rahat maşın sürür. Bir başqası, bu qəşəng yemək bişirir, misal üçün, mən ona görə bunu. Amma yox, biz bunlar həqiqi eşqin açarı deyil. Aça bilmərsən, sonra o açar olur, misal üçün bir evdir, girmək istəyirsən, sənə bir açar verirlər. Elə bilirlər ki, sən də elə bilirsən ki, yox, açdın, girdin. Amma halbuki o şeyə qlazok deyirlər də, nə deyirlər o, yəni açar şeyə. Salanda görürsən ki, burmaq olmur, o qapıyı aça bilmirsən, sən aldanıbsan. O açarın gözəlliyini aldanıbsan ki, girəcəm evə, yox. Doğru açar-açardır, bir söz demirəm, amma o qapıyı açacaq razmerdə olan açara, elə deyək, insan malik olmalıdır. İndi buradan da belə bir sual meydana çıxır. İndi insan həmin şəxsi həqiqətən mi sevir, yoxsa özünə verdiyi hissi mi həmən insan sevmiş olur? Ümumiyyətlə, dəyərli dostlar, bu ikisi arasında böyük bir fərq var, olduqca böyük bir fərq var. Əgər insan qarşısındakı şəxsi yalnız ondan aldığı faydaya görə, öz şəxsi mənfəətlərinə görə sevirsə, bu sevginin içində bir mənfəət elementi mövcuddur. Bu mənfəətinə görə, bu həqiqi eşq deyil. Fayda aradan qalxdıqda sevgi də azalırsa, deməli, burada eşqdən daha çox bağlılıq və ona olan ehtiyac durur. Yəni, saf məhəbbətə ehtiyac var.
Yalançı eşqin diqqətlə dinləyin və bunları qeyd eləyin dəyərli dostlar. Mənim özüm bunların üstündə çox düşünürəm, çox qeyd eləyirəm, çox çeyirirəm, istəyirəm. Siz də müəyyən qədər demirəm, mən çox bilirəm, xeyr, hamıdan da az bilirəm yeri gələndə. Amma bildiyim qədərilə danışıram da. Yalançı eşqin ən mühüm xüsusiyyəti də budur, dəyərli dostlar. O, seviləni deyil, sevənin istəyini mərkəzə qoyur. Seviləni deyil, sevənin istəyini mərkəzə qoyur. İnsan deyir, mən onu sevirəm, lakin əslində demək istədiyi bəzən belə olur. Onun mənə verdiyi hissi sevirəm. Orada mənim bir mənfəətim var. Onun yanında özümü necə hiss etdiyimi sevirəm, onun məndən olan münasibətini sevirəm, onun mənim haqqımda yaratdığı təsəvvürü sevirəm. İndi deyə bilərsiniz ki, bu nə danışır? Elə bizə də bu lazımdır da, lazımdır. Bir şey deyil. Amma elə ki, bu sonradan səndə o türklərin bir sözü var, baymasın səni, belə deyək də. Yəni, indi səmimi söhbət eləyək. Bu səndə sıxmasın bu səni bir müddətdən sonra. Mənim demək istədiyim budur, dəyərli dostlar. Bu halda eşqin mərkəzində qarşı tərəf deyil, mən dayanmış olur. Mən dayanmış olur, dəyərli dostlar. İndi eşq və nəfs arasındakı bir incə sərhəd var, orada bir mühasisə. İndi bu mövzu haqqında niyə danışıram? Hər zaman hocamın mənə bir sözü var, indi tez-tez özünü ziyarət eləyirəm. Narahat olmayın, hər şey də yaxşıdır, sizə də çoxlu salamlarını göndərir, hamıya dualar etdiyini göndərir. Həmişə mənə bir sözü var, deyir ki, çalış, müasir dönəmdə aktual olan mövzulardan danış. Bildiyin qədərilə, dərinə görə, nə bilirsən onu danış. Bu mövzuda nəyi araşdırıbsa, həmişə mənə onun sözü odur. Ona görə də görürsünüz ki, mən bugün bəlkə də çox adam deyəcək ki, bu hara girdi kişi birdən-birə. İndi ağıl və yaşayış daha çox fəlsəfik yönünə danışırdıq axı. Amma indən belə zaten yavaş-yavaş bu silsilə mövzuyu hələ yox. İndi yenə bəzi toxunmalı olduğumuz mühüm nüanslar var, amma bunları da bitirdikdən sonra biz yeni silsilə çıxışda deyinəcəyik ətraflı. İndi eşq və nəfs arasındakı birinci sərhəd var, bir orada deyinək, dəyərli dostlar. İnsan, ümumiyyətlə, insanın belə bir xüsusiyyəti də var, hamımızda bu var. İnsan nəfsini həmişə birbaşa asanlıqla tanıya bilmir. Tam şəkildə ona hakim ola bilmir. Ona görə də nəfs bəzən öz istəyini çox gözəl adlarla insana təqdim edir, insana sevdirir. Mənfəətini haqq kimi göstərir. Aslılığı vəfa kimi göstərir. Qısqanclığı eşq kimi göstərir. Sahib olmaq istəyini qayğı kimi göstərir. Amma biz dərinliyə vardıqda görürük ki, sevgi ilə sahiblik eyni şey deyil. İnsan birini sevə bilər, lakin onu öz mülkü də hesab etməməlidir. Yəni, burada o vəfa, sevgi, qısqancılıq, haqq kimi bu nüansların biz dərinliyinə getdikdə görürük ki, bu nəfsimizin bizə qarşı qurduğu bir tələdən ibarətdir, maksimum ondan o tərəfə keçmir. Çünki həqiqi sevgi qarşı tərəfin varlığını qəbul edir. Yalançı sevgi isə qarşı tərəfin öz istəyinə uyğun olmasını tələb edir. Sən bunu belə eləyə bilmərsən. Bir, yəni qarşılıqlı hörmət də lazımdır burada. Bu səbəbdən bəzən səni sevirəm, üzr istəyirəm, indi bu ifadələrdən istifadə edirəm dönə-dönə, amma bu səbəbdən yenə deyirəm, səni sevirəm cümləsinin arxasında əslində mənim istədiyim kimi ol, tələb olunur. Bu isə eşqdən çox hökmranlıq arzusudur. Bu da ruhun, belə deyək ki, o deyirlər, türklər deyim ki, doğasına aykırı bir xüsusiyyətdir. Həqiqi eşq isə insanda hər zaman səni sevirəm, ona görə də sənin xeyrini istəyirəm deməkdir. Məsəl üçün, yalançı eşq, səni sevirəm, ona görə də mənim istəyim kimi olmalısan. Yəni, bu yönlü yox. Yəni, sən onu öz şəxsi malın kimi də, belə deyək ki, girov götürmüş kimi də sən eləyə bilmərsən. O incə bağ var, o bağlar qırılmış hesab olunar, qırılar, dəyərli dostlar. Biz bunlara hər zaman baxmalıyıq, düşünməliyik. İndi həqiqi eşqə keçid eləyək. Bitirirəm, az danışacağım, çox danışmağa ehtiyac yoxdur.
Sonra da qısa şəkildə kitaba da değinib bitirəcəm. Çünki özünüz dostlar da deyir, elə izləyicilərdən də mənə yazan var ki, kitabı onsuz da oxuyuruq, özümüz yazırıq, bilirik. Əsas ham bu ağıl və yaşayışa köklənir. Bunun özü də əslində bir fəlsəfik, tarixi bir şeydir. Yəni, yenə biz öz cızımızdan keçmirik. Hər şey bunun daxilində. Deməli, biz deyirik ki, həqiqi eşq insanı dəyişdirir. Nə deməkdir bu? Ümumiyyətlə, bəlkə də həqiqi və yalancı eşqi ayırmağın ən sadə yollarından biri də budur. Sənin eşqin səni necə bir insana çevirir? Sənin eşqin başqa insanlarla olan rəftarına təsiri nədir? Sənin cəmiyyət içərisində olan təsiri nədir? Səni millət içərisində olan, indi artıq özünüz bildiniz. Əgər insan sevdiyi üçün daha mərhəmətli olur, daha səbirli olur, daha dürüst olur, daha fədakar olur, öz nəfsini tərbiyə etməyə başlayırsa, bu eşqin insanı yüksəldən tərəfi vardır ki, bu eşq insanı mənəvi cəhətdən ucaltmağa, belə deyək ki, çalışan amillərdən hesab oluna bilər. Amma insan sevdiyini iddia etdiyi üçün daha qəzəbli, daha qısqanc, daha egoist, daha sahibkar və s. daha dağıdıcı olursa, deməli bu insanın mənəvi inkişafına xidmət etmir. Nə dedim? Birincidə, əgər bu eşq nə olarsa olsun, necə başa düşürsünüzsə düşün. Yəni, əsas odur, başa düşün. Əgər bu sevgi insanı mərhəmətli, fədakar, dürüst, səbirli, nəfsin tərbiyəsində, belə tərbiyəsinə xidmət edirsə, bu deməli insanın mənəvi cəhətdən ucalmasına xidmət edən bir, belə deyək ki, bir köməkçi vasitəyə çevrilmiş olur. Digərini də bildiniz, amma daha çox qəzəbə, dağıtmağa, egoistiyə, qısqancılığa həddindən artıq, indi o da olmalıdır, amma həddindən artıq qısqancılığa sürüklüysə, bu da mənəvi inkişafa xidmət etməməlidir. Çünki hər sevgi, hər eşq, ümumiyyətlə, ailə qurmaq falan, bunların hamısının bir hədəfi olmalıdır. O da ki, mənəvi ucalığa xidmət, bir digər adı ilə desək, kamilliyə xidmət olmalıdır. Əgər bir eşq sənin kamilliyinə, sənin kamal dərəcənə qalxmaq yolunda sənə kömək və xidmət etmirsə, deməli sən ziyandasan. Bunu da deyib bitirirəm. Bəs həqiqi eşqin tam dəqiq ünvanı haradır? Sual yarana bilər. Bunu da deyim. Burada mövzu artıq daha dərin bir mərhələyə keçmiş olur, dəyərli dostlar. Yəni, əgər insan dünyadakı bütün gözəlliklərə bağlanırsa, bir gün həmin gözəlliklərin dəyişdiyini görür. Yəni, insan gözəlliyi sevir, amma gözəllik dəyişir, gəncliyi sevir, amma gənclik dəyişir, val dövrəti sevir, amma o sərvət də əldən çıxa bilər, şöhrəti sevir, amma o şöhrət də unudula bilər. Yəni, bu görər ki, artıq bu da insanda məyusluq yarada bilər. Axı, bir əlindən çıxması bu insanda böyük məyusluq və depressiyaya səbəb ola bilər. Ona görə biz nə etməliyik? İnsanın sonsuzluq arzusunu nə təmin edə bilər? Biz bunu İslam fəlsəfəsinə uyğun cavab verəcək ki, İslam fəlsəfəsində bu sualın cavabı mütləq kamala, Allaha yönəlməsindən yönəltməsi ilə əlaqələndirir. Yəni, sənin sonsuz sevginin ünvanı kamal və Allaha olan eşqdən keçdiyini bildirilir. Çünki yaradılmışların hər biri məhduddur, amma sənin ruhun məhdud deyil. Məhdud olan, olmayan bir şey, məhdud olan bir şeyə bağlanarsa, burada qırılma, o incə o qıl körpüsü var, burada qırılma baş verə bilər. Məhdud olan isə, məhdud olan bir şey isə insana sonsuzluğu tam şəkildə verə bilməz. Ona görə insan dünyadakı gözəllikləri sevə bilər, hətta sevməlidir də. Yəni, dünya dolu olmalısan, ətraf aləmi seyr eləməlisən, təfəkkür etməlisən, düşünməlisən, mənalandırmalısan. Çünki orada Allahın nişanələri var. Yəni, söhbət tam olaraq bundan getmir. Özünüz artıq bilirsiniz mən nə demək istəyirəm. Amma həmin gözəlliklərin öz-özünə mövcud olmadığını, onların daha böyük bir həqiqətə işarə etdiyini dərk etdikdə artıq buradakı sevgi başqa bir məna qazanmış olur, dəyərli dostlar.
Ona görə mən bunu bitirmək istəyirəm ki, dəyərli dostlar, çox zaman insan, yəni hikmət yönü ilə biz baxdıqda görərik ki, bilik insanı zənginləşdirir, amma hikmət isə onun həyatını mənalandırır. Yəni, çünki bu eşqi biz bu yönünü, indi biz belə sıraladıq da, biz bu yönlü şəkildə biz eşqi idarə edə bilsək, bizim yaşayışımıza olan mühüm təsirini də göstərir. Mən burada ağıl və yaşayışı bir yerdə bugün danışdıq. Əgər o eşq sənin həyatında müsbət yönlü xüsusiyyətlər yaratmırsa, deməli sənin yaşayışında müsbət tərəfli heç bir, belə deyək ki, xidmət inkişafı yoxdur. Ona görə elə isə hər birimiz yalnız daha çox bilmək üçün deyil, bildiklərimizi hikmətə çevirmək üçün yaşamalıyıq, dəyərli dostlar. Mənalandırmaq üçün yaşamalıyıq. Çünki insanın həqiqi dəyəri bildiyi məlumatların çoxluğu ilə deyil, o məlumatların onun həyatında yaratdığı dəyişikliklər ilə ölçülür. Bunu bir kənara qeyd eləyin. Çünki insanın həqiqi dəyəri bildiyi məlumatların çoxluğu ilə deyil, o məlumatların onun həyatında yaratdığı dəyişikliklərlə biz onu görmüş oluruq. Ona görə mən bitirirəm. Qaranlıq qalan bir yer oldu mu, dəyərli dostum? Biraz belə çox üzdən getdim. Bugün dərinliyə girmədim. Elə üzdən dedim. Çünki istəyirəm ki, burada fəlsəfənin də əsas ana qayəsi nədir? Anlama sənətidir fəlsəfə. Fəlsəfənin əsas qayəsi insanı düşündürməkdir. İnsanı düşündürməyə vadar etməkdir. Mənim bu qədər çalışmam, bu qədər bu çəkilişlərin əsas, belə deyək ki, məqsədi odur ki, sizi düşündürməyə vadar etsin, sizin həyatınızda müsbət yönlü dəyişikliklərə vadar etsin, dəyərli dostlar. Ona görə biz bunu bitirdikcə bir kitaba da bir qısa şəkildə deyinək. Kitabda biz axırıncı dəfə qalmışdıq, harada qalmışdıq? Biz Şahzadə və Pinəçidə qalmışdıq. John Locke və Thomas Reid-da qalmışdıq. Səhifə 96 idi. Bunu oxumusunuz deyirsiniz də, yoxsa? Oxuyubsuz da bunu, hə. Bunu oxumusunuz, amma yenə də üzdən gedək bir ümumi bir bizdən nə soruşulur onu baxaq. Belə deyək ki, misal üçün burada qeyd olunur ki, zamanla hamımız dəyişirik. Böyüyürük, inkişaf edirik, yetkinləşirik, qocalırıq, çox şeyi unuduruq və gedir. Çoxumuz eybəcərləşirik, saçımız ağarır və ya ümumiyyətlə tökülür. Düşüncəmiz, dostlarımız, zövqlərimiz və seçimlərimiz də dəyişir. O halda qocalanda bir insan necə eyni adam olaraq qala bilər? Yəni, bu, belə deyək ki, uşaqlıqdan qocalığa olan o dövr haqqında söhbət aparır, dəyərli dostlar. Ümumiyyətlə, burada qeyd olunur ki, zamanın ötməsinə rəğmən insanın eyni adam olaraq qalmasının səbəbi bizim məhz canlı varlıq olmamızdır, dəyərli dostlar. Biz uşaqlıq çağımızdakı fərdi canlıyıq. Locke bütün insanları sadəcə kişi sözü ilə ifadə edirdi, yəni həm qadın, həm də kişiləri. O, bu mənada hər birimizin eyni kişi kimi qaldığımıza işarət edirdi. İnsan övladının bütün ömrü boyu inkişaf edən bir davamlılığı vardır. Locke üçün isə eyni kişi olmaq, eyni şəxs kimi qalmaqdan fərqlənirdi. Yəni, burada əsas olan odur ki, belə deyək ki, yəni, əsas buradakı söhbət belə deyim də, indi bunu oxumusunuz. Sırf burada Locke'un həyatına daha çox müəyyən edir. Amma mən burada əsas yerləri oxumaq istəyirəm ki, yəni Locke'un belə deyək ki, öz nəzəriyyəsində buradakı uşaqlıq və insanın uşaqlıqdakı şəxsiyyəti ilə eynilik daşımaması deməkdir. Yəni onun uşaqlıq dövrü və o yetişkinlik dövrü əsasıyla onun gələcəyinin bir təminatçı, bir hazırlıq mərhələsi kimidir. Hazırlıq mərhələsi kimi başa düşülməlidir ki, o qocalıqda o, belə deyək ki, həyat təcrübəsi məhz bu illərdən keçir ki, sən o həyat təcrübəsinə malik, sahib olasan. Yəni, oxuduqca, dərk etdikcə biz necə görürük ki,
belə deyək ki, necə ki biz məlumatlı olmaq üçün kitab oxumalıyıq, dinləməliyik, dərs almalıyıq filan. Bu da onun kimi. Yəni hər indi fərqli cürə buna izah verə bilər. İndi deyə bilərsiniz tamamilə başqa şeydir, amma bu elədir ki, bu fəlsəfə elə bir şeydir ki, yəni ümumiyyətlə mənim anladığıma görə də hər insanın mənalandırması da başqadır da belə deyək. Biz ümumi sizə şeyi veririk, yəni əsas açarı. Artıq onu özünüz düşünüb, təfəkkür edərək artıq bir belə deyək ki, ortaq məxrəcə gələ bilərsiniz, dəyərli dostlar. Yəni, burada bunu demək istəyirəm ki, yəni əsasıyla Locke'un fəlsəfəyə təsiri haqqında da biz burada danışdıq ki, indi bunu gələcək dərsimizdə biz otaqdakı Phil, George Berkeley və John Locke yenə davam eləyəcək səhifə 102-dən etibarən. Yəni, bunu özünüz deyirsiniz, dostlar, deyir, oxuma. İndi izləyicilərdən də mənə yazanlar var. Amma dəyərli izləyicilər, indi bugün oxumayacam bunu. Əgər ki, belə deyək ki, lazımdırsa, əgər deyirsinizsə, oxu, bir mənalandırma ver, bir izah ver deyirsinizsə, dəyərli dostlar, heç bir problem yoxdur. Mən bunu müəyyən qədər izah verib oxuyaram. Ona görə də yəni bunu demək istədiyi budur da. Yəni o uşaqlıq, bu dövr, yəni insanın qocalıqdakı olan o həyat təcrübəsini qazanmaq üçün bir vasitəçi kimi bir şey olur, yəni. Biz bunu başa düşməliyik. Çox səmimi oldu, çox üzdən oldu, çox dərinə getmədik, belə söhbətvari bir şey oldu, dəyərli dostlar. Ümid edirəm, yaxşı oldu, çox da belə sadə olmadı. Başqa bir sualınız varmı ümumi? Sualınız yoxdursa biz sizlərə təşəkkürümüzü bildiririk, dəyərli dostlar. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirik. Ümid edirəm ki, hər şey yaxşıdır, hər şey gözəl oldu. Qaranlıq qalan məqamlar varsa, yorum olaraq bildirin. Bizim dostların nömrələri də var, orada bildirə bilərsiniz. Onlar sizə məlumat verəcəklər dərhal. Ona görə gələcək dərslərimizdə görüşənə qədər diləyirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Təşəkkürlər.